Deməli, xoş gördük əziz şagirdlər sizin hər birinizi. Bugün biz lövhədə bəzi testlərin izahını verəcəyik. Hər biriniz diqqətli olun. Biz indi hal-hazırda dərsdəyik 9 ilin şagirdləri ilə və bizim Yusif adlı şagirdimiz lövhədə bəzi testləri izah edəcək. Buyur Yusif, başlayaq. 7-ci sualdan başlayırıq. Tam düşür də Yusuf? Başla. Burada artikel qaydasıdır. Burada naysa baxmırıq, tripə baxırıq. Tripə baxırıq. Ona görə burada E olacaq. Nice trip, silence-imdir. Burada ona görə bunlar hamısı gedəcək. Ay, sağ ol. Bir də həftənin günləri ilə də heç nə olmurdu artikel. Ona görə Aferin. Həftənin günlərindən başqa da hansılar vardı ki, Yusuf, onlarda artikel işlənmirdi? Məsələn, Monday, ilin ayları, dedə ilin ayları. Bəli, ilin ayları. Sonra yemək adları, bəli, sonra oyunlarda işlənirdi. Oyunlarda işlənmirdi. Amma mən play sözündən çalmaq mənasında olan artikel olarsa havlıca, yəni heç bir artikel işlənməyəcək. Aferin. Keçir növbəti suala. Ay, sağ ol. 8-ci sual izah elə. Sual düşürmü Aydın? Burada yesterday-yə baxacağıq. Zaman zərfidir, zaman sualıdır. Bu keçmiş sadə zamandır. Burada ona görə burada gələcək zamandadır, bu olmayacaq. Aferin. Bu indiki sadədir. Bu indiki davam edir. Present continuous. Present continuous. Ona görə bu da olmayacaq. Qaldıq aynan B variantı arasında. Bu da indiki burada mən bir dənə keçmiş bu oldu, ona görə bu olacaq. Aferin. Bay transferin, bu transferin keçmişidir. Bay. Aferin sana. Süper gedirsən. Gözəl. 9-cu sualına davam edirik. Sifət sualdır. Sual aydın düşür. Bəli. Burada zəm bağlayıcısı var. Zəm bağlayıcısı müqayisə dərəcəsində olurdu. Sınıq müqayisə dərəcəsi göstəricisidir. Burada crowded çox hecalı olduğuna görə mordan istifadə edəcəyik. Möhtəşəm. Bəli, burada bu çox hecalılarla olmurdu, tək hecalılarla olurdu. Ona görə bu olmur. Z artikl işlənmirdi. Z artikl işlənmirdi. Z artikl işləndi sifətin hansı dərəcəsidir? Üstünlük dərəcəsi və superlativ. Burada Zemos bu üstünlük dərəcənin göstəricisidir. Qalırsan ayna Y variantı arasında fərqləri? Ayna Y variantı arasında. Bunun özündən sonra isim gələrdi. Yazar o isim. Aferin. Yəni burada artiklı isimə görə təmin olunur da, yəni ona görə bunu seçə bilir. Doğru cavab hansı qaldı? Ona görə Y variantı olacaq. Bu yanlış olacaq. Aferin. 10-cu sualda izah edə biləcəksən? Bəli, müəllim. Biz burada nə istəyir bizdə? Derivativ nam. Burada derivativ namlar. Yusuf heç düşmür. Düşür. Derivativ namlar istəyir. Derivativ nədir? Düzəltmə. Yəni şəkilçilər. Burada sözün kökün özündədir S. Ona görə bu olmur. Burada da yoxdur. Ümumiyyətlə şəkilçisi yoxdur. Ona görə 1-3 olur. Uşaqlar, burada suggestion fiyon var, sonunda fiyon var. Suggestion sözündə sözün kökü nədir? Təklif etmək. Bəs pollution sözündə sözün kökü? Poliməli. Pollute. Çirkləndirmə sözü. Aferin, alqışlayaq Yusuf. Həqiqətən çox bəyəndim. Videonu dayandıraq, zəhmət olmasa.